Salam, hər vaxtınız xeyir. Bu videoda sizə əlavələrə aid testlərin izahını verəcəm. Ümumiyyətlə əlavə nədir? Əlavə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən söz və yaxud da söz birləşməsinə deyilir. Bəs nələrin əlavəsi ola bilər? Baxın, bütün cümlə üzvlərinin əlavəsi ola bilər. Xitabın əlavəsi ola bilər və həmçinin ikinci və üçüncü növ təyinli söz birləşmələrinin aslı tərəfin əlavəsi də ola bilər. Ümumiyyətlə əlavə əsasən əlavəli üzvdən tirə ilə ayrılır. Bəzi yerlərdə isə vergül işarəsi qoya bilərik. İndi gəlin birinci sualdan başlayaq. Birinci sualda Akif, oğlum, biraz diqqətli ol. Baxın, burada bir müraciət var. Akif, oğlum, deməli, burada Akifə müraciət edir və ardınca onu daha da konkretləşdirmək üçün əlavə olaraq oğlum sözünə əlavə edir. Deməli, burada əlavə xitaba aiddir. Cavab olur A variantı. İkinci sualda birində tamamlığın əlavəsi var. Baxın, tamamlığın əlavəsini istəyir. Aşağıdan birinci mərtəbədən səslər eşidilirdi. Nə edilirdi? Səslər eşidilirdi. Deməli, haradan? Aşağıdan. Baxın, haradan tirenin əvvəlinə sual verirəm. Haradan? Aşağıdan. Haradan tamamlığın sualı deyil. A variantını çıxdım. Təbrizi, bu qədim şəhəri heç unutmaq olmur. Haranı? Təbrizi. Bəli, haranı sualı tamamlığın sualıdır. Ümumiyyətlə, yadınızda saxlayın. Təsirli halın bütün sualları, yəni kimi, nəyi, haranı tamamlığın sualıdır. Ona görə burada Təbrizi, şəhəri əlavə edib, deməli, bəli, 2-də düzgün cavab B variantıdır. Digər variantlara da baxaq sizə rahat olsun deyə. Bakıya, paytaxtda hava qaralanda çatdıq. Nə etdik, çatdıq? Haraya? Bakıya. Haraya? Zərfliyin sualıdır. Çıxdım. Haraya? Paytaxtda. Zərfliyin sualıdır. Baxın, əlavəli üzv və əlavəsi. Azər ən yaxın dostum məni burada gözləyəcək. Kim? Azər. Daha sonra əlavə edib dostum. Baxın, kim Azər? Ümumiyyətlə yadınızda saxlayın. Əlavəli üzvdən əlavə eyni cümlə üzvü olur. Yəni biri mübtədadsa, digəri də mübtədadır. Yəni fərqli cümlə üzvü olmur. Ona görə burada da mübtədanın əlavəsidir. İndi cavan da, qoca da hamı səngərdədir. İndi bəzən uşaqlar, şagirdlər qarışdırır həmcins üzvü, həmcins üzvdə ümumiləşdirici sözü əlavə ilə. Baxın, əlavənin mənası konkretləşdirəndir. Amma E variantında cavan, qoca burada konkretləşdirmir. Burada sadalayır, bir həmcinslik var. Daha sonra da həmcins üzvdən sonra gələn bu hamı ümumiləşdirən bir sözdür. Ona görə də, yəni ümumiləşdirici söz, burada heç bir əlavə yoxdur. E variantında ona görə çıxırıq. Cavabımız oldu B variantı. 3. Kiçik bacısını Səliməni gəzməyə aparmışdı. Nə etmişdi? Aparmışdı. Kimi? Bacısını. Kimi? Səliməni. Kimi? Nəyin sualıdır? Tamamlığın. Deməli, tamamlığa aiddir əlavə. 4. Hansı cümlə üzvü əlavəli işlənmişdi? Baxın, cümlə üzvü əlavəli. Rusiya padşahı o zülmkardan, Yekaterinadan bir hədiyyədir. Baxın, kimdən? Zülmkardan. Kimdən? Yekaterinadan. Kimdən nəyin sualı oldu? Tamamlığın. Deməli, tamamlığın əlavəsidir. Əgər çox çətinlik çəkirsinizsə, durğu işarəsi verilibsə tiri olaraq, onun əvvəl və sonrasında olan sözlərə sual verin. Baxın, əgər çox çətinlik çəkirsinizsə, amma çətin bir mövzu deyil, sadəcə konkretləşdirən cümlə üzvünü, əlavəni və əlavəli üzvü tapırsınız. Və onun hansı cümlə üzvü olduğunu tapsaz, cavabınız ortaya çıxır. 5. Altından xətt çəkilmiş ifadənin sintaktik funksiyasını müəyyən edin. Yəni, nə olduğunu deyir. Səhər duranda Piri kişi qonağı şəhərlovcunu görmədi. Nə etmədi? Görmədi. Kim? Piri kişi. Piri kişi kimi görmədi? Qonağı. Piri kişi kimi görmədi? Ovcunu. Gördünüz, ikisi də kimi sualına cavab verdi. Kimi hansı cümlə üzvünün sualıdır? Kimi? Tamamlığın. Deməli, burada da tamamlığın əlavəsidir. Cavabımız olur A variantı.
6. Hansı cümlədə əlavə işlənməmişdir? Dünən, yəni mayın 17-sində bütün cəmi vokatellər təhvil verdi. Baxın dünən. Daha sonra deməli burada əlavə eləyir. Mayın 17-si idi dünən. Yəni burada baxın vergüllə ayrılan yerlərdən biri də burasıdır. Görürsüz vergül qoyulub, yənidən əvvəl. Deməli burada əlavə var. A variantını çıxdıq. Ələkbərov, o görkəmli səhnə xadimi hamının sevimlisidir. Baxın Ələkbərov daha da səhnə xadimi əlavə edir, kim olduğunu konkretləşdirir. Deməli burada da var əlavə. Küçələrə çıxanlar arasında gənclər, qocalar da var idi. Baxın daha əvvəl dediyim sualdakı eyni. Yəni burada sadalayır. Yoxsa gənci konkretləşdirmək üçün qoca əlavə eləməyib. Sadalayır. Gənclər, qocalar, uşaqlar, böyüklər, kiçiklər bu sadalama intonasiyasıdır. Bu həmcinslikdir. Ona görə burada əlavə işlənməmişdir. Cavabımız olur elə C variantı. 7. Cümlədə hansı üzvün əlavəsi işlənmişdir? Aşağı çayın kənarı adamla dolu idi. Dolu idi. Hara dolu idi? Aşağı. Hara? Çayın kənarı. Deməli, hara nəyin sualıdır? Mübtədanın. Baxın, burada da bir şey deyəcəm. Şagirdlər aşağı, yuxarı görən kimi bu sualdan %90 zəflik götürür. Zəflik yox. Sizinlə razılaşıram ki, biz öyrənmişik aşağı, yuxarı zərfdir. Amma zəflik olmur həmişə. Yəni, burada görürsünüz mübtədadır. Nitq hissəsi ilə, yəni zəflə zəfliyi qarışdırmayaq. Burada dolu idi, hara? Aşağı. Tamam, nitq hissəsi olaraq zərfdir, sözüm yoxdur, amma cümlə üzvü olaraq burada mübtəda gedir. Hara sualına cavab verir. Deməli, mübtədanın əlavəsidir. Cavabımız olur B variantı. 8. Cümlədə hansı üzvün əlavəsi işlənmişdir? Amma sənin tamam başqadır. Sənin rəqiblərin kimi düşünür. Deməli, nə edir? Düşünür. Kim? Səlim. Səlim nə tərzdə düşünür? Necə düşünür? Baxın, başqa cür düşünür. Sənin rəqiblərin kimi düşünür. İndi necə sualı verdim? Tamam. Amma təyin götürə bilmərəm. Niyə? Çünki düşünmək feilinə aiddir. Xəbərə aiddir. Xəbərə aidsə zəfliyin əlavəsidir. Yəni burada biz sifətlə sayı necə ayırırdıq? Yadınızda, daha doğrusu sifətlə zərfi necə ayırırdıq? Biri ismə aiddir, biri feilə aiddir. Eyni təyinlə də zəfliyi elə ayırırsınız. Yəni burada hərəkətə aiddir, zəflik götürdük. Cavabımız olur C variantı. 9. Əlavəli işlənmişdir. Şəkilin fikri onda, balaca bacısında idi. Aha, onda idi. Bacısında, onda balaca bacısında idi. Deməli, baxın, onda idi. Burada da biraz fikriniz qarışa bilər. Əgər idi, imiş varsa, tirədən əvvələ də artırın. Baxın, çəkdiyin fikri onda idi. Balaca bacısında idi. Deməli, burada əslində xəbərin əlavəsidir. Onda, baxın, onu konkretləşdirir. O kimdir? Balaca bacısında. Balaca bacısında burada idi olduğu üçün xəbər olur. Deməli, onda da burada xəbərdir. Xəbərin əlavəsidir. Cavabımız olur D variantı. 10-cu suala baxaq. Kəndin mərkəzindən musiqi sədaları eşidilirdi cümləsində yer zərfliyinin əlavəsi ola biləcək söz birləşməsini müəyyən edin. Aha. İndi biz burada birinci işimiz yer zərfliyini tapmaqdır cümlədə. Eşidilirdi. Nə? Musiqi sədaları. Haradan? Kəndin mərkəzindən. Aha, tapdım yer zərfliyimi. İndi yer zərfliyinin əlavəsi yer zərfliyi olmalıdır. Ona görə baxın B-ni çıxıram, C-ni çıxıram, D-ni də çıxıram. Ümumiyyətlə söz birləşməsi eyni uyğun gəlmir. Mədəniyyət amma evindən olar. Kəndin mərkəzindən. Mədəniyyət evindən. Aha, bu olar A variantı. Çünki həm də söz birləşməsi deyil. Bizə bütövlükdə götürməliyik. Cavabımız olur elə A variantı. Kəndin mərkəzi haradan? Mədəniyyət evindən. Haradan? Kəndin mərkəzindən. 11.
Cahangir irəliyə, su qovuşana doğru atını çapdı cümləsində əlavə aiddir. Aha, deməli, çapdı kim Cahangir ağa? Haraya? Haraya? Nəyin sualıdır? İrəliyə. Haraya su qovuşana? Haraya nəyin sualıdır? Yer zərfliyinin sualıdır. Cavabımız olur elə E variantı. 12. Mənim arzum oxumaq, müəllim olmaqdır. Aha. Baxın, burada da biz xəbərin əlavəsidir deyəcəyik. Çünki müəllim olmaqdır tirədən sonrakı xəbərdir. Deməli, dırı burada artıra bilərəm. Mənim arzum oxumaqdır. Nədir? Nədir? Bu isə xəbərin sualıdır. Deməli, 12-də cavabımız olacaq D variantı. 13. Hansı cümlələrdə əlavə tamamlığa aid deyil? Tamamlığa aid deyil, bizdən onu istəyir. Səhər tezdən qardaşlar heybələrini, analarının sevgi ilə tikdiyi xurcunlarını da götürüb yola düşdülər. Nə etdilər? Yola düşdülər. Tamamlığa deyir, aid olmasın. İndi baxaq görək burada təhlil edək görək tamamlığa aiddir ya yox. Baxın, burada təhlil edəndə yola düşdülər. Necə? Heybələrini götürüb yola düşdülər. Xurcunlarını götürüb yola düşdülər. Yəni burada mən videonun əvvəlində qeyd eləmişdim ki, ikinci, üçüncü növündə aslı tərəfin əlavəsi olur. Həmçinin fe'li birləşmələrin də aslı tərəfin əlavəsi olur. Bunu da qeyd edeyim. Yəni burada fe'li birləşmənin aslı tərəfin əlavəsidir. Heybələrini, xurcunlarını ayrıca tamamlıq götürə bilmirik. Siz əgər çətinlik çəkirsinizsə, görəsən bu söz tərkibə aiddir, yoxsa mən buna ayrılıqda tamamlıq götürüm, həmişə xəbərlə əlaqəyə salın. Heybələrini yola düşdülər olmur, görürsüz? Yaxud da xurcunlarını yola düşdülər olmur. Xəbərimlə əlaqəyə girmədi. Xəbərimlə əlaqəyə girmir, amma götürüb fe'li ilə əlaqəyə girir. Heybələrini götürüb, xurcunlarını götürüb. Deməli, bu götürüb fe'li bağlamasına, tərkibə daxildir. Deməli, burada tamamlığa aid deyil. Biri götürdüm. Bax onu. Odular qızını durmadan alqışladılar. Kimi alqışladılar onu? Kimi? Odular qızını. Tamamlıqdır kimi. Ölkəmizin bütün sərvəti, nefti, pambığı, taxılı, bir sözlə hər şeyi bu balalar üçündür. Burada da yoxdur əlavə. Burada da sadalanır. Nefti, pambığı, taxılı, deməli üçü də götürdüm. Hamı Dan ulduzunun rəhbərini, Gülarə xanımı yaxşı tanıyırdı. Hamı kimi yaxşı tanıyırdı? Dan ulduzunun rəhbərini kimi, Gülarə xanımı kimi tamamlığın sualıdır? Bəli, tamamlığın sualıdır. Deməli, tamamlığa aiddir. Musiqişünas Qarabağ bülbüllərindən bu gənc dördlükdən danışırdı. Nə edirdi? Danışırdı. Nədən? Qarabağ bülbüllərindən. Nədən? Kimdən? Gənc dördlükdən. Daha doğrusu kimdən? Deməli, burada da kimdən, nədən tamamlığın sualıdır. 5-i də çıxdım. Deməli, cavabımız olur. Tamamlığa aid deyilsə 1 və 3. 14. Əlavə hansı cümlədə isimli ifadə olmuş yer zərfliyinə aiddir? Aha, isimlə ifadə olunsun və yer zərfliyinə. Gəlin baxaq. Anam tezdən kəndimizə su qovuşana gedəcək. Nə edəcək? Gedəcək. Anam haraya gedəcək? Kəndimizə. Haraya su qovuşana? Yer zərfliyidir. Bəli, haraya yer zərfliyinindir. Yaxşı, bəs ifadə nə ilə ifadə olunub? Kənd isim, su qovuşan isim. İstədiyi də budur bizdən. Bu qədər. Cavabımız olur A variantı. 15. Cümlələrin birində mübtədanın əlavəsi işlənmişdi. Aha. Baxın, artıq durğu işarəsi buraxılıb. Durğu işarəsi olanda biraz rahat tapa bilirik. Yox, durğu işarəsi buraxılıbsa, adətən eyni suala cavab verəni və mənaya görə tapırıq. Bura küçənin yuxarı başına gəl. Baxın, gəl haraya? Buraya. Haraya? Küçənin yuxarı başına. Deməli, hara sualı daha doğrusu verməliyik? Bura, hara, bura. Amma hara verəndə yenə şagirdlər çaşır. Hara çünki mübtədan da sualı var. Yadınızda saxlayın. Hara sualına haraya da deyə bilirsinizsə, mübtəda deyil. Baxın, bura gəl. Bura hara? Bura mübtəda deyil. Buraya gəl.
Haraya. Görürsüz, haraya da verə bilirəm. Bu mübtəda deyil, bu zəflikdir. Ona görə A-nı atdım, getdim. Bakıdakı, paytaxtdakı hadisə hamını heyrətə salmışdı. Heyrətə salmışdı. Nə hadisə? Hansı Bakıdakı, hansı paytaxtdakı? Deməli, hansı sualına cavab verdim? Hansı da təyinin sualıdır. B-ni də çıxdı. Bura. İdarənin yeni binası çox səliqəlidir. Hara? Bura. Baxın, gördünüz, buraya səliqəli deyə bilmirəm. Sadəcə bura deyə bilirəm. Deməli, bu mübtədanındır. Bura idarənin binası. Cavabımız olur C variantı. Amma gəlin D-yə də baxaq. Ora Musa Girin məktəbinə gedəndə alimlə qarşılaşdım. İndi burada da deyə bilərsiniz, ay müəllimə, hara sualına cavab ver, amma burada gedəndə, andən də fe'li bağlama var. Bunun aslı tərəfin ora gedəndə, məktəbinə gedəndə fe'li bağlama tərkibinin, yəni söz birləşməsinin aslı tərəfinin əlavəsidir. Yəni baxın, bilmirsinizsə, ora sözünü ayrıca götürmək istəyirsinizsə, ora qarşılaşdım, xəbərlə əlaqəyə saldım, girmədi. Deməli, bu xəbərlə əlaqəsi yoxdur, bu tərkibə aiddir. Cavab D-ni də çıxdıq cavab olaraq. Onların evi kəndin aşağısında, çayın sahilindədir. Kəndin aşağısında idi görəndə artının, kəndin aşağısında idi, çayın sahilində idi. Bəli, bu da xəbərin əlavəsidir. Deməli, E variantında çıxdıq. Cavabımız olur C variantı. 16. Cümlələrin birində xəbər əlavəli işlənmişdir. Xəbərin əlavəsini istəyir. Səni ən yaxın dostumu heç vaxt unutmaram. Kimi? Səni. Kimi? Dostumu. A-nı çıxdım. Dediyim kənd orada. Həmin dağın ətəyindədir. Baxın, dir var. Oradadır. Dağın ətəyindədir. Bəli, elə burada xəbərin əlavəsi olur B variantı. Aha, keçək növbəti sualımız 17-ci suala. Hansı cümlə üzvü əlavəli işlənmişdi deyir. Bura bax, qardaşım, indi şah qacar, o sizi talayan dişi canavar, indi də göz dikib Azərbaycana. Azərbaycana kim göz dikib? Qacar. Kim? Canavar. Baxın, burada kim sualını indi deyəcəksiniz, bəs o sizi talayan dişi, bunlar nədir? Təbii ki, təyindir. Bizim ondan işimiz yoxdur. Canavar kim? Qacar kim? Mübtədanın olur əlavəsi. 18. Nümunədə hansı cümlə üzvünün əlavəsi işlənmişdir? Xəzər dənizinin sahilində, Buzovnada böyük bir sanatoriy tikilmişdi. Aha, harada tikilmişdi? Xəzər dənizinin sahilində. Harada? Buzovnada. Harada nəyin sualıdır? Zəfliyin, bəli, olur. Cavabımız A variantı. 19. Əlavə zəfliyin mənaca hansı növünə aiddir? Bizdən bir qədər aralıda, sıldırım qayaların o tərəfində yurdumuzun cənnəti sayılan Kəlbəcər görünürdü. Neyidirdi? Görünürdü. Deməli, harada görünürdü Kəlbəcər? Aralıda. Harada? Qayaların o tərəfində. Bəli, harada nəyin sualıdır? Zərfliyin hansı məna növü? Yer zərfliyinin. Cavabımız olur elə A variantı. 20. Hansı nümunələrdə cümlə üzvlərinin əlavəsi işlənmişdir? Aha, cümlə üzvlərinin əlavəsi. Baxın, mən qeyd elədim, xitabın əlavəsi olur, söz birləşmələrinin aslı tərəflərinin əlavəsi olur və cümlə üzvlərinin əlavəsi olur. İndi sizə deyir ki, cümlə üzvünün əlavəsi işlənsin. Diqqət edin, xitabı filan istəmir. Onun nəql etdiyi hadisədə zərrə qədər uydurma yoxdur. Burada heç bir şey yoxdur, heç biri çıxıram. Mən Rəxşəndəni, yeni nəslin bu nümayəndəsini yaxşı tanıyıram. Niyə deyirəm, tanıyıram ki, mən kimi, Rəxşəndəni kimi, nəslin bu nümayəndəsini. Deməli, burada kimi nədir? Tamamlığın sualıdır. Bəli, cümlə üzvünün əlavəsi var. Dünən, yəni aprelin 8-i, bəli, dünən, sonra konkretləşdirir, aprelin 8-i nə zaman? Bəli, zəfliyin əlavəsi var 3. 10-cuların bir neçəsi Adil, Vüsal, Eldar bugünkü təntənənin iştirakçılarıdır. Deməli, burada yenə sadalama intonasiyası var, bir həmcinslik var. 4-ü də çıxdım, cavabımız olur C variantı 2, 3.
21. Gör nə məğrurdur Sidir ağacı, Sibir gözəli. Bu parçada mübtədanın əlavəsi nə ilə ifadə olmuşdur? Sidir ağacı. Məğrurdur, nə məğrurdur? Sidir ağacı. Sibir gözəli. Deməli burada nədir sidir ağacı? Söz birləşməsi, ismi birləşmə. E variantı. 22. Hansı nümunədə cümlə üzvünün əlavəsi işlənməyib? Aha, yenə cümlə üzvü olmasın deyir, xitab olsun. Çünki xitab cümlə üzvü olmur axı, bunu bilirik. Xitabdır, ara sözlərdir, bunlar cümlə üzvü olmur. 10 gün qabaq, yanvarın 30-u ad günüm idi. Bəli, nə zaman 10 gün qabaq, nə zaman yanvarın 30-u? Deməli bunu çıxdıq. Burada nə zaman zərfi idi. Bu incə varlığı, kəpənəyi əlimdə ehtiyatla tutmuşdum ki, əzilməsin. Nəyi tutmuşdum? Varlığı, kəpənəyi. Burada da var. Bura bizim doğma yurdumuzdur. Haradır? Yurdumuzda haradır? Qarabağdır. Burada da var. İlk dəfə sürücülük vəsiqəsi imtahanında 5 il əvvəl, 2017-ci ildə. Bəli, burada da var. Nə zaman? Baxın, sual verirəmsə, deməli bu cümlə üzvü var da, yəni cümlə üzvüdür. Çox da özünüzü çətinliyə salmayın, amma Sabir, dostum, tez qayıt. Baxın, müraciət edir. Sabiri çağırır. Xitab var. Sabir, dostum. Deməli, xitabın əlavəsidir və xitabda cümlə üzvü olmur da. Ona görə də cavabımız olaraq E variantını götürürük. Daha sonra 23-cü sual. Hansı cümlədə tamamlığın əlavəsi işlənmişdi? Oğlan anasına gözəl bir hədiyyə, namaz xalçası almışdı. Aha, nə etmişdi? Almışdı kim? Oğlan. Oğlan anası. İndi bunun mübtədası var, xəbəri var. İndi oğlan anası nə almışdı? Hədiyyə. Nə? Namaz xalçası. İkinci bir mübtəda götürə bilərəmmi bu cümlədə? Xeyr, bu sadə cümlədir. Yaxşı, bəs nə sualına cavab verirsə, biz daha əvvəl nitq hissələrində keçmişdik. Nə sualını ismin qeyri-müəyyən təsiri halı və qeyri-müəyyən yiyəli halı, bir də adlıq hal cavab verirdi. İndi burada da yadınızda saxlayın, xəbərin yanında işlənib nə sualına cavab verirsə, bir də şübhələnin. Çünki bu qeyri-müəyyən təsiri ola bilər. Nəyi almışdı hədiyyəni? Qeyri-müəyyən təsiri halda tamamlıq olur da cümlədə. Nəyi hədiyyəni, nəyi namaz xalçasını almışdı? Cavabımız da elə olur A. Tamamlığın əlavəsi. 24-cü sualda cümlələrdən hansında zərfliyin əlavəsi işlənmişdir deyir bizə. Siz indi təhsil alırsınız, yəni biliklərinizi artırırsınız. Burada zərfliyin əlavəsi yoxdur. A variantını çıxdıq. Yerin bu qurşağına tropik yaxud isti qurşaq deyilir. Burada da zərflik yoxdur. Yəni əlavəsi yoxdur zərfliyi ilə birlikdə. Uzaqda, şumun düz ortasında bir dəstə adam görünürdü. Bəli, nə edirdi? Görünürdü. Kim? Adam. Harada? Uzaqda. Harada? Şumun düz ortasında. Baxın, harada? Harada zərfliyindir. Bəli, zərfliyin sualıdır. Cavabımız olur C variantı. Daha sonra 25. Cümlədə zərfliyin mənaca hansı növün əlavəsi işlənmişdir? Baxırıq, dənizçilər sübh tezdən, günəş hələ doğmamışdan sahilə çatdılar. Nə etdilər? Çatdılar. Kim? Dənizçilər. Nə zaman çatdılar? Sübh tezdən. Nə zaman? Günəş hələ doğmamışdan. Deməli, nə zaman? Zaman zərfliyinindir. Cavabımız olur B variantı. 26. Cümlələrin birində tamamlığın əlavəsi işlənmişdir. Aha, tamamlığın əlavəsi. Anar, tələbə yoldaşım mənə məktub yazmışdı. Məktub yazmışdı kim? Anar. Kim? Tələbə yoldaşım. Tamamlıq deyil. Mübtədanın əlavəsidir. Bütün sahə, quyular bir anda onun gözləri qarşısında canlandı. Deməli, canlandı. Nə sahə, nə quyular. Yenə mübtədanın əlavəsidir. Dilarə bu institutun 5-ci, yəni sonuncu kursunda oxuyur. Hansı kursunda? Sonuncu, yəni 5-ci, daha doğrusu 5-ci, yəni sonuncu hansı? Hansı tamamlığın sualı deyir. C variantını çıxdım. Deydə deyir, Firudun xırmanın qırağında, hələ döyülməmiş buğda tayasının yanında dayandı. Harada? Xırmanın qırağında. Harada? Buğda tayasının yanında. Harada?
zəfliyin sualıdır. D-ni də çıxdıq. Sizi gəncliyi qabaqda böyük işlər gözləyir. Nə edir? Gözləyir. Nə işlər? Kimi sizi, kimi gəncliyi, kimi nəyin əlavəsidir? Tamamlığın əlavəsidir. Cavabımız olur elə E variantı. 27-ci sualda yer zəfliyinin əlavəsi işlənmiş cümlələri müəyyən edin deyir. Uzaqdan axışıb gələn əhali bizi, döyüşdən çıxmış əsgərləri ziyarət etməmiş, öz xanimana yaxın getmirdi. Deməli, yaxın getmirdi. Niyə? Demək, kim əhali bizi ziyarət etməmiş, əsgərləri ziyarət. Burada yer zəfliyi deyil. Külək çöllərdən qalxan tüstü və dumanı cənuba, Lənkəran tərəfə qovub aparırdı. Haraya? Cənuba, haraya? Lənkəran tərəfə. Deməli, 2-ni götürdü. Lakin bircə an sonra eyvanda söhbət tamam başqa şeydən, müharibədən gedirdi. Nədən? Müharibədən, nədən? Başqa şeydən. Deməli, bu da tamamlıqdır. 4. Pilləkənlərlə yuxarı dırmaşan adam düz buraya. Haraya? Buraya. Səltənətin evinə. Haraya? Bəli, bu da yer zəfliyidir. Deməli, doğru cavabımız 2 və 4 oldu. 5-ə də baxaq. Sənin kimi rəncbərin əsl cəbhəsi buradır, kənddə. Haradır? Buradır, haradır? Kənddə. Bu isə xəbərin oldu. Deməli, 2, 4 isə yer zəfliyinin əlavəsi oldu. Cavabımız olur E variantı. 28. Birində tamamlığın əlavəsi işlənmişdi. Aha, tamamlıq istəyir yenə. Ali məktəbi qutaranda məni öz rayonumuza, Saatlıya göndərmək istəyirlər. Haraya? Tamamlıq deyil. Nəcəf geri kəndə qayıtdı. Haraya? Geriyə, haraya? Kəndə. Tamamlıq deyil. Qabaqdan geniş meydançaya çıxan yerdə qonaqları qəbul edirdi. Vəsilə qonaqları qəbul edirdi. Harada? Qabaqda. Harada? Meydançaya çıxan yerdə. Deməli, bu da harada olur yer zəfliyinin sualı. Dəstə biraz irəliləyib sağ tərəfə, qala qapısına doğru döndüm. Haraya? Sağ tərəfə. Haraya? Qala qapısına doğru. Bu da yer zəfliyidir. Şəhərimizi, bu nəhəng sənaye mərkəzini doyunca seyr etmişəm. Nə etmişəm? Seyr etmişəm. Haranı? Baxın, haranı. Təsiri halın sualıdır. Təsiri halın sualıdırsa, deməli, tamamlıqdır. Haranı? Sənaye mərkəzini, bəli, deməli, tamamlığın əlavəsi işlənmişdir. Daha sonra 29-cu sualda birində söz birləşməsi ilə ifadə olunmuş zəfliyin əlavəsi işlənmişdir. Aha, baxaq, zəfliyin əlavəsini istəyir bizə və deyir söz birləşməsi ilə ifadə olunsun həmin o zəfli. Biz bura yaz aylarında, gül-çiçək fəslində gələcəyik. Nə edəcəyik? Gələcəyik kim? Biz. Nə zaman? Yaz aylarında. Nə zaman? Gül-çiçək fəslində. Baxın, zəfliyin deməli, bəli, zəflikdir burada, zaman zəfliyi və yaz ayları, gül-çiçək fəsli, söz birləşməsidir. Bəli, söz birləşməsidir. Elə bizdən istənilən cavab da budur. Cavabımız olur A variantı. 30-da. Birində kəmiyyət zəfliyinin əlavəsi işlənmişdir. Kəmiyyət zəfliyi, gəlin baxaq. Uşaqlar bağdakı meyvələrdən imkanları çatan qədər cibləri tutduqca yığdılar. Nə etdilər? Yığdılar. Kim? Uşaqlar. Nə qədər yığdılar? İmkanları çatan qədər. Nə qədər? Cibləri tutduqca. Baxın, feilə də, xəbərə də aiddir. Nə qədər sualına cavab verir? Kəmiyyət zəfliyidir. Bəli, kəmiyyət zəfliyidir. Cavabımız elə A variantı olur. Daha sonra 31-ci sualda birində məqsəd zəfliyinin əlavəsi işlənmişdir. Baxın, məqsəd zəfliyi deyir. Gəlin baxaq. Əsmər xala İlyası burada, tamamın evində gördükdə təəccübləndi. Nə etdi? Təəccübləndi. Nə zaman burada gördükdə? Tamamın evində gördükdə. Yəni bu nə zaman olmur məqsəd zəfliyi. Mən Nərimanı çoxdan, hələ kənddə müəllimlik etdiyi illərdən tanıyıram. Nə zaman? Çoxdan. Yəni bu da zamanı oldu. Səyyahlar yamaclarda xeyli, tamam yorulana qədər gəzdilər. Nə etdilər? Gəzdilər. Nə qədər? Xeyli. Nə qədər? Tamam yorulana qədər. Deməli burada
Nə qədər cəmiyyət zəfliyi idi, C-ni də çıxdıq. Nərminə bura vacib iş üçün kinoya çəkilməkdən ötrü gəlmişdi. Baxın, Nərminə bura nə məqsədlə gəlmişdi? Ola bilər, bəli, vacib iş üçün kinoya çəkilməkdən ötrü məqsədi var idi bura gəlməkdə. Deməli cavabımız olur D variantı. Daha sonra 32-ci sualda cümlələrdən hansında mübtədənin əlavəsi var? Mübtədənin əlavəsi istəyir. Onun boya başa çatdırdığı igid balasını bağrına basdı. Aha, burada bağrına basdı. Kimi onu, kimi igid balasını mübtədənin əlavəsi deyil. Bu variantı çıxdıq. Bunları, füqara balalarını ata kimi böyüdəcəyik. Kimi füqara balalarını, burada da mübtədənin əlavəsi yoxdur. Ülfət oğlunun bir nəfərlə Məşədi İbrahimin nəvəsi ilə yaxınlığını bildirdi. Burada da mübtədə yoxdur. Sual verərək tapa bilərsiniz. İstəyirik ki, oxucu bir ailənin başçısını cəbhədə xəbər ətərsiz itən gənc Fətullanı tanısın. Kimi tanısın ailənin başçısını? Kimi? Fətullanı. Baxın, gördünüz. Şimdi sualı, bəli, burada da nədir? Tamamlığın əlavəsidir. Fəal gənclər, tələbələr, onlara yardım etmə məqsədi pul toplanmışdır. Pul toplayan kimdir? Gənclər. Kim? Tələbələr. Baxın, görürsünüz, kim sualına cavab verir? Mübtədənin sualı kimlə haradır? Ona görə də burada oldu cavabımız E variantı. 33-cü sualda birində cümlə üzvünün əlavəsi var. Aha. İnsanın varlığına iki şey hakim kəsilir. Biri Kamal, o biri Nəfiz. Burada cümlə üzvünün əlavəsi, yəni əlavə yoxdur burada. Aprel ayının başlanmasına baxmayaraq hələ ağacların çoxu çiçəkləməmişdir. Əlavə yoxdur burada. Orada qara daşların altında yatan xəzinəni heç kəs üzə çıxara bilməmişdi. Bəli, burada artıq deməli cümlə üzvünün əlavəsi var. D-də deyir ki, payızın cisginli havası hər tərəfi biçənəkləri, torpaq yolları islatmışdı. Burada da əlavə yoxdur. Baxın, biçənəkləri, torpaq yolları, həmcinslik var. D variantını çıxdım. Almanı, heyvanı, narı, turuncu, bu dördünü dərənəllər sevinsin. Burada da yenə həmcinslik var, sadalama var. Ona görə bu variantı da çıxdıq. Doğru cavabımız olur C variantı. 34-də hansı cümlədə əlavə tamamlığa aiddir? Aha, Əli bəy dan ulduzunun rəhbərindən Gülarə xanımla danışırdı. Nə edirdi? Danışırdı. Kim? Əli bəy. Əli bəy kimdən danışırdı? Dan ulduzunun rəhbərindən. Kimdən? Gülarə xanımdan. Baxın, kimdən? Tamamlığın sualıdır. Belə tamamlığın sualıdır. Doğru cavabımız olur elə A variantı. 35. Cümlələrdən hansında təyin əlavəsi var? Aha. Mən hara getsəm də mənim qibləgahım buradır, teatrdır. Buradır, teatrdır. Yəni göründüyü kimi xəbərin əlavəsidir. Şəhərdəki, yəni mərkəzdəki sıxlıq onu darıxdırırdı. Aha. Deməli, hansı sıxlıq? Şəhərdəki. Hansı? Mərkəzdəki. Deməli, doğru cavabımız elə B-dir. Niyə? Hansı? Təyinin sualıdır. Bəli, yəni ilə də ola bilər əlavə. Dedik ki, vergüllə ayrılır bu zaman. Cavabımız olur elə B variantı. 36. Hansı cümlədə zəfliyin əlavəsi işlənmişdir? Qonaqlar aşağıda, çayın kənarındadır. Bax, aşağıdadır. Çayın kənarındadır. Xəbərin əlavəsidir. Qabaqdakı meşənin kənarındakı ev bizimdir. Hansı ev? Qabaqdakı ev. Hansı? Meşənin kənarındakı. Hansı təyin? Yuxarı dağın zirvəsi əlçatmaz yerdir. Hara? Yuxarı. Hara? Dağın zirvəsi. Mübtədanın əlavəsi. O kəndə yazda sular bulananda gəldi. Nə zaman? Yazda. Nə zaman? Sular bulananda. Nə zaman? Zərfliyindir. Bəli, zaman zərfliyinindir. Deməli, doğru cavabımız olur 36-da D variantı. 37. Xəbərin əlavəsi hansı cümlədə işlənmişdir? Əsmər xala İlyası burada, tamamın evində gördükdə təəccübləndi. Xeyr, burada xəbərin əlavəsi yoxdur.
Qulaq as, qoy balalarım vətən, el qarşısında təmiz olsun, alnı açıq olsun. Vətən qarşısında, el qarşısında söz birləşməsinindir. Deməli bu da deyil. Düşmən bu dəfə sağ cinahdan, Meşə zolağı tərəfdən, haradan sağ cinahdan, haradan Meşə zolağı tərəfdən. Xeyr, burada da xəbər deyil. Əzilsin ilanın faşizmin başı. Xeyr, burada da əzilsindir burada təkcə xəbər. Bunu da çıxdıq. Hacı İbrahim Xəlilin evi kəndin ayağında. Baxın idi. Kəndin ayağında idi. Göl başında idi. Deməli, bəli, xəbərin əlavəsi var bu cümlədə. Cavabımız olur E variantı. 38. Birində təyin əlavəli işlənib. Təyin. E gücü, S gücü, xeyr. Mən burada Azərin yanındayım. Mən burada da təyinlik bir şey yoxdur. Təyinin suallarını bilirik çünki. Natiqin dostumun cavabları müəllimin xoşuna gəldi. Natiqin cavabları, dostumun cavabları burada söz birləşməsinin tərəfidir. Biz bu gün xeyli, təqribən 300 tinç bastırdıq. Bəli, baxın burada tinç isimdir. Xeyli nə qədər? 300 nə qədər? Görürsüz burada, yəni nə qədər sualı təyinin sualıdır. Ümumiyyətlə bilirsiniz, sifət sayın sualları təyinin sualıdır. Ya yanında da isim gəlibsə, deməli cavabımız olur D variantı. 39. Birində təyin əlavəli işlənib. Aha. Direktor dilləndi. Təzə kimya müəllimdir, Xatirə xanımdır. Xeyr. İçəridəki, yəni böyük qonaq otağındakı uşaqların şən səsi eşidilirdi. Nə uşaqların şən səsi hansı? İçəridəki uşaqlar hansı qonaq otağında? Bəli, hansı var 2 dəfə içəridəki qonaq otağındakı. Elə cavabımız B variantı olur, təyinin əlavəsi. Daha sonra 40-da əlavənin mübtədəyə aid olduğu cümləni müəyyən edin deyir. Mübtədanın əlavəsini tapırıq. Bu mahnının ən gözəl ifadəçisi Lütfiyar İmanov, əvəzsiz sənətkarımız idi. Xeyr. Deməli, Lütfiyar İmanov idi. Burada özü durğu işarəsi qoyulmayıb deyəsən. Əvəzsiz sənətkarımız burada yoxdur mübtədanın əlavəsi. Asayiş keşikçisi, polis mayoru Turalı hamı tanıyırdı. Hansı Tural burada təyinin əlavəsidir. Bu il tarlalarda daha məhsuldar tərəvəz, kələm əkəcəm. Xeyr. Çünki bu mübtədası məndir. Mən əkəcəm. Zabit Səmədov Maquli ləqəbli idmançımız üçün xüsusi mükafat ayırdılar. Deməli, burada ayırdılar kim? Onlar. Mübtədası onlardır, yəni yoxdur heç. Buraxılıb. Bunu da çıxdıq. Lütfüzadə dünyanı heyrətləndirən alim Azərbaycan ürəkdən bağlı idi. Kim Azərbaycan ürəkdən bağlıdır? Lütfüzadə kim? Alim. Bəli, artıq kim sualı verəndə Lütfüzadə və alim deyə bilirik. Əlavə və əlavəli üz cavabımız olur E variantı. 41-ci sualda nümunələrdən birində cümlə üzvün əlavəsi işlənmişdi deyir. Vətənimizə qarşı ərazi iddiaları ötən əsrin ortalarında da 80-90-cı illərdə də olmuşdu. Aha. Baxın, burada belə bir şey var. Düzdür, əlavəyə oxşuyur ilk oxuyanda, amma burada sadalayır. Bax, əlavə eləmir. Bir dənə baxın, burada ötən əsrin ortalarında da həmçinin 80-90-cı illərdə də olmuşdu. Yoxsa demir ötən əsrin. Ümumiyyətlə orta deyəndə 80-90 nəzərdə tutulmur ki, bax bunu da məntiqlə fikirləşin. Çünki bu sualda da biraz çox səhv eləyirlər. Yəni burada A variantı əlavə deyil. Həm cümləni məntiqən fikirləşsəz, burada orta deyəndə 80-90-cı illər nəzərdə tutulmur, onu konkretləşdirmir. Həm də sadalayır. Həmin illərdə də, bu illərdə də olmuşdu, yəni. Deməli, A variantını çıxıram. Burada əlavə deyil. Sonra, yaxşı da, yaman da, hamı əməlinə görə qiymətləndiriləcək. Deməli, burada da əlavə yoxdur. Yaxşı da, yaman da, həmcinslik var. Bütün sağlamlıq mərkəzlərini, yəni xəstəxanalar, poliklinikalar, pansionatlar təmir olunacaq. Deməli, burada da sadalayır xəstəxana, poliklinika, yeni də çıxdıq.
Atası şəhərə köçəndə Zahir lap balaca, 2 yaşında idi. Aha, baxın, balaca. O balacanı daha da konkretləşdirir və onu dəqiqləşdirib deyir ki, 2 yaşındaydı. Deməli, burada doğru cavabımız D variantı olacaq. 42. Hansı cümlə üzvünün əlavəsinə aid nümunə yoxdur? Sağ tərəf düşmən mövqelərinə yaxın ərazi minalanmışdı. Minalanmışdı. Nə ərazi? Daha doğrusu hara ərazi, hara sağ tərəf minalanmışdı. Yəni burada olur mübtədanın əlavəsi. Ona görə C variantını çıxıram. Müəllimim bu yaxınlıqda Babək prospektində yaşayır. Harada? Zərfliyindir. Yaxınlıqda Babək prospektində E variantında çıxıram. Nənəm hələ ki əmimgildədir, qala kənddədir, xəbərin əlavəsidir. Məktəbin tikintisinə xeyli vəsait, 5 milyon manat vəsait nə qədər? Yanında da vəsait sözü gəlibsə təyinindir. Deməli, burada nəyin yoxdur? Tamamlığın əlavəsi yoxdur. 43. Cümlədəki əlavə nəyə aiddir? Bahar fəsillərin ən gözəli, içimizə bir rahatlıq, sevinc gətirir. Rahatlıq və sevinc gətirir. Nə bahar? Nə fəsillərin gözəli? Nəyin sualıdır? Təbii ki, mübtədanın sualıdır. Cavabımız olur E variantı. 44. Nümunələrin birində zaman zərfliyi əlavəli işlənmişdir. Aha, zaman zərfliyini istəyir bizdən. Dünəndə, bu gündə, müşavirədə müxtəlif sosial məsələlər müzakirə edildi. Baxın, dünəndə, bu gündə sadalayır. Burada bir onu izah edən bir şey yoxdur. A variantın çıxdıq. Bax, bu tipli cümlələrdə özünüzü çaşdırmayın. Maşınlar asta-asta, tələsmədən irəliləyirdi. Burada da yoxdur zaman zərfliyi. Qarşıda, Baba dağın ətəyində əsrarəngiz bir mənzərə. Xeyr, zamanı yoxdur. Abituriyentlər 2 gündən sonra, avqustun 2-sində imtahan nəticələrindən xəbərdar olacaqlar. Nə zaman 2 gündən sonra, nə zaman avqustun 2-sində? Bəli, zamandır. Deməli, doğru cavabımız olur D variantı 44-də. 45. Durğu işarəsi buraxılmış hansı nümunədə əlavə yer zərfliyinə aiddir deyir. Aha, baxaq. Durğu işarəsi də buraxılıb deyir. Şəhərdən gələn qonaqlar səhər tezdən xoruzlar banlayanda. Burada nə zamandır? Səhər tezdən nə zaman xoruzlar banlayanda? Yəni zamandır, bizdən yer istəyir. Az sonra o yaxında çox aramla addımlayan bir adama rast gəldi. Xeyr, burada da yer yoxdur. O birdən lap yaxına, mənim pəncərəmin qarşısına gəldi. Aha, ola bilər. O birdən lap yaxına, haraya? Mənim pəncərəmin qarşısına. Deməli, 45-də olur elə cavab C variantı, yer zərfliyidir. 46. Cümlələrdən birində mübtədanın əlavəsi işlənmişdir. Yarışda fərqlənənlərə, bizim sinif şagirdlərinə də mükafat verildi. Kimə? Mübtəda deyil, kimə? Tamamlıqdır. Şirəli Dağ yenə də öz işi ilə, yəni əkin-biçinlə məşğul olurdu. Xeyr. Sonra cəmi ağır yüklü qatarlardan başqa 300-ədək sərnişin, dənizçi də götürdü. Götürdü nə cəmi, kimi, daha doğrusu nə sualına cavab verir. Burada dənizçini, sərnişini, yəni təsiri halın şəkilçisini artıra bilirik. Burada tamamlıqdır. C variantında çıxdıq. Meydana yığışmış gənclər, Azərbaycanın mərd övladları birlik nümayiş etdirdilər. Kim? Gənclər. Kim? Azərbaycanın mərd övladları. Bəli, kim sualına cavab verir və mübtədanın əlavəsi olur. Doğru cavabımız D variantı. 47. Hansı nümunədə mübtədanın əlavəsi işlənmişdir? Aha, deməli, İclasda bütün şagirdlərlə birincilər və 9-cularla söhbət aparıldı. Xeyr, əlavə yoxdur. Qocaman neftçini, Əlimərdan kişini hamı zarafatcıl adam kimi tanıyırdı. Kimi burada mübtəda deyil, tamamlıqdır. Tədbirdə dostumun qardaşını Adili mükafata layiq gördülər. Kimi? Dostumun qardaşını kimi? Adili.
kimi yenə tamamlıqdır. Rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsüsünün ən yüksək pilləsinə birinci yerə layiq görüldü. Xeyr. Musa kəndin ən hörmətli sakinlərindən biri toya dəvət olunmamışdı. Kim toya dəvət olunmamışdı? Musa kim? Kəndin sakinlərindən biri. Deməli, burada da cavabımız olur E variantı. 48. Tərzi hərəkət zərfliyi əlavəli işlənmiş cümlələrdir. Yəni tərzi hərəkət zərfliyinin əlavəsini istəyir. Məktəb müqəddəs yerdir, məbədgahdır. Xeyr, burada xəbərindir. O həyəcanla, xüsusi bir təşviş hissi ilə danışırdı. Bəli, necə, nə tərzdə, həyəcanla, necə xüsusi bir təşviş hissi ilə ikini götürdü. Çoxları bu cür sənin kimi fikirləşmir. Bəli, necə, nə tərzdə bu cür sənin kimi. O zaman Bakıdakı, paytaxtdakı mitinqlər xeyr, hansı? Yəni mitinq də var, burada təyin gedir, zərflik getmir. Valeh yenə irəlidə, rəqib meydançasındadır, irəlidədir, rəqib meydançasındadır, xəbərindir. Deməli, doğru cavabımız oldu 2 və 3. 49. Hansı cümlələrdə isimlə ifadə olunmuş yer zərfliyinin əlavəsi var? Yer zərfliyidir və isimlə. Ora, məktəbin həyəti abadlaşdırılıb. Hara? Ora. Baxın, burada mübtədədir. Yer zərfliyi deyil. Biri çıxdıq. Mənim evim uçurumun kənarında, kəndin qırağındadır. Uçurumun kənarındadır. Xəbərində çıxdıq. Temperatur yüksək olduğu üçün Venerada Günəş sisteminin ən isti planetində. Aha, baxın, harada? Venerada. Harada? Günəş sisteminin ən isti planetində. Venera isimdir, bəli, isimdir. Deməli 3-ü götürdük. Meşəyə, ağacların sıx olduğu yerlərə. Haraya? Meşəyə, haraya? Yerlərə. Meşə də isimdir. Deməli 4-ü də götürdük. Evimiz orada, kəndin kənarındadır. Orada, harada, kəndin kənarında. Tamam, bu da yer zərfliyidir, amma orada zərfdir, kəndin kənarında söz birləşməsidir. Yəni isimlə ifadə olunmayıb deyə götürmürük. Cavabımız olur 3 və 4. 50-ci sualda hansı nümunələrdə cümlə üzvünün əlavəsi söz birləşməsi ilə ifadə olunmamışdır? Yəni söz birləşməsi olmasın, nitq hissəsi olsun deyir bizə. Aşağıda, kəndin ayağında. Bəli, burada kəndin ayağında söz birləşməsidir. Baxın, bizə deyir ki, əlavəsi söz birləşməsi olmasın. Amma burada kəndin ayağı 3-cü növdür. Deməli, biri çıxdıq. Bu, Novruzəli İtqapan kəndinin sakini. Bəli, burada da söz birləşməsidir. Qurbanəli bəyi, Qapazlı kəndinin mülkədarını hamı yaxşı tanıyırdı. Deməli, Qurbanəli bəy Qapazlı kəndinin mülkədarı. Burada da söz birləşməsidir. Azərbaycanın qədim qayaüstü rəsmlərini, təsvirləri maraqla seyr edirdik. Təsvirləri burada söz birləşməsi deyil, 4-ü götürdük. 5. Hamını heyran edən gözəlliyə, təbiətə məftunam. Bəli, burada da söz birləşməsi deyil. Deməli, doğru cavabımız olur 4 və 5. 51. Hansı cümlələrdə əlavə işlənmişdir? Əlavə işlənsin deyir sadəcə. Vətənimə, canım qədər sevdiyim yurduma. Bəli, əlavə var. Vətənimə, yurduma. Məktəb, bağça binaları, bir sözlə bir çox köhnə tikililər təmir edildi. Xeyr, burada yoxdur. Burada bir həmcinslik var. Bakı Azərbaycanın paytaxtı, beynəlxalq yağırışlara hazırlaşır. Bəli, Bakı Azərbaycanın paytaxtı. Burada da əlavə var. Oğul, qonşularımız səmimi və mehribandılar. Xeyr. Telefonun dəstəyini ağayana, ötkən bir ədə ilə. Bəli, necə ağayana, necə ötkən bir ədə ilə. Deməli, burada da var əlavə. Cavabımız olur 1, 3 və 5. 52. Təyinin əlavəsi işlənmiş cümlələri müəyyən edin. Kənddəki, yəni ata ocağımızdakı doğmalıq ömür boyu unudulmaz. Hansı doğmalıq, kənddəki, hansı ata ocağımızdakı? Bəli, biri götürdüm. Cəfərin, xalam oğlunun giləy güzarı. Xeyr, burada
Cəfərin gileygüzarı, xalam oğlunun gileygüzarı söz birləşməsinin aslı tərəfinindir. İkini çıxdıq. Göyçədəki dağlar yaşıl örpəkli o yerlər. Xeyr, dağlar, o yerlər burada da yoxdur. Ata üçüncü, yəni sonuncu qızı. Bəli, üçüncü qızı, hansı sonuncu qızı? Deməli 4-ü də götürdüm. Qafar indi də o cür ayaqlarını sürüyə-sürüyə. Nə tərzdə? Burada isə zəflikdir. Deməli 5-i də çıxdıq. Doğru cavabımız olur 1 və 4. 53. Tamamlığın əlavəsi işlənmiş cümlələri müəyyən edin. Ayaz sinif yoldaşı məktəbin həyətində dayanmışdı. Kim, Ayaz, kim sinif yoldaşım çıxdıq. Bizə məzunlara xeyir-dua verən ağsaçlı müəllim çox təmkinlə danışırdı. Deməli kiməm? Burada da yoxdur, çıxdıq. Fikri orada idi, yazı taxtasında idi, xəbərində. Deməli bunu da çıxdıq. O zabiti, səhnədə dayanan hərbiçini, bəli, kimi, zabiti kimi hərbiçini 4-ü götürdük. Bu obanı, Səfalı kəndimizi, doğma vətəni kimi sevirdi. Obanı, kəndimizi, haranı, haranı sualı tamamlığın sualıdır. Bir daha diqqətinizə çatdırıram. Kimi, nəyi, haranı, təsirli halın sualları tamamlığın sualıdır. Doğru cavabımız olur 4, 5. 54. Deyir ki, klasteri tamamlayan fikirləri əlavələr bütün cümlə üzvlərinə aid ola bilir. Bəli, bunu düz deyir. İndi biz düzü axtarmalıyıq. Aid olduğu üzvdən həm əvvəl, həm sonra gələ bilir. Əlavə aid olduğu üzvdən sonra gəlir. Həm söz birləşməsi şəklində ola bilir. Bəli, ikini düz deyir. Sintaktik cəhətdən aid olduğu üzvlə eynilik təşkil edir. Deməli, burada düz deyir. Çünki mübtədadırsa mübtədadır. Yəni tamamlıqdırsa tamamlığın əlavəsi əlavəli üzvdə, əlavədə tamamlıq olur. Yəni hər ikisi eynidir də onu demək istəyir. Cümlənin ortasında işlənmir, işlənir. Deməli doğru cavab 2 və 3 olur. 55-ci sualda cədvələ əsasən doğru fikirləri müəyyən edin deyir. Doğrunun altından doğru, yanlışın altından yanlış olanları götürməliyik biz. Bir neçə gündən sonra Mərdan bu qoca buruq ustası neft quyusunu qazmağa başlamalı idi. Kim başlamalı idi? Mərdan. Kim? Bu buruq ustası. Bəli, burada deməli mübtədanın əlavəsidir. Bir düzdür. Biri götürürəm. Niyazov Nikolayı layihə rəhbərini razı salmaq üçün çox çalışdı. Burada deyir tamamlığın əlavəsi yoxdur. Çünki razı salmaq var orada, tərkib var. Onun içərisində işlədilib. İkini götürmürük. Yəni 2 səhvdir. İdarənin qabağındakı sol tərəfindəki alça ağacı təzə çiçəkləmişdi. Baxın, hansı alça ağacı idarənin qabağındakı sol tərəfindəki və yanında söz birləşməsi, yəni hərəkət yoxdur. Buna görə zəiflik kimi götürmürük. Burada təyinin əlavəsidir. Deməli, bu da səhvdir. Bunu da çıxdım. O yayda, avqust ayının sonlarında, nə zaman yayda, nə zaman avqust aylarının sonlarında, deməli, zaman zərfliyində, amma tamamlıq yazıb. Səhvdir. 4-ü də götürürəm. Çünki səhvi götürməliyəm. Qolunu qəzəblə onun qolundan çıxarıb geri həyətlərinə qayıtdı. Deməli, zəfliyin deyir əlavəsi işlənmişdi. Burada düz deyir. Haraya, geriyə, həyətlərinə 5-i götürmürəm. Məryəm yeni rəfiqələrini, qonşu qızları öz evlərinə dəvət etdi. Kimi rəfiqələrini, kimi qonşu qızlarını, kimi mübtəda deyil, səhvdir. Deməli 6-nı da götürürük. Cavabımız 1, 4 və 6 olur. 56. Bizə deyir ki, cədvələ əsasın doğru fikirləri müəyyən edin. Əlavə deyir, xəbərə aid olsun. Onların evi orada, kəndin lap başındadır. Bəli, oradadır, ya idi, hansı varsa kəndin başındadır. Deməli, biri götürdüm. Başında tez-tez xəzri şimal küləyi əsirdi. Xeyr.
İndi əlavə təyinə aid olsun. Hansı təyinə aiddir, onu götürək. O çox ehtiyatla, sayıqlığını əsla itirmədən, necə, nə tərzdə hərəkət edirdi? Xeyr, burada təyinə aid deyil. Məlik Məmməd sonuncu, yəni 40-cı qapını. Bəli, hansı qapı? Sonuncu, hansı? 40-cı. 4-ü də götürdük. İndi deyir ki, əlavə zəfliyə aid olsun. Baxaq, axşamlar hamı oraya, kəndin mərkəzindəki mədəniyyət evinə. Bəli, haraya? Oraya. Haraya? Mədəniyyət evinə. Yer zəfli idi. 5-i də götürdük. 6 vətənimi Azərbaycanı haranı? Haranı? Baxın, haranı sualı çox qarşınıza çıxır testdə də və çıxacaq da. Haranı? Təsiri halın sualı tamamlığın suallarıdır. Baxın, yönlü halda haraya? Yeridik harada? Çıxışdıq haradan? Bunlar zəfliyindir və elə bilərsiniz ki, haranı da zəfliyindir. Xeyr, haranı, kimi, nəyi, haranı. Təsiri halın 3 sualdır, tamamlığın sualıdır. Ona görə bunu da götürmürük. Cavabımız olur 1, 4 və 5 doğru cavab olur. 57-ci sualda Eyler-Venn diaqramına əsasən səhv fikirləri müəyyən edin deyir. Hər kəsi qorxudan köhnə silah burada, Elxanın əlində idi. Deməli, burada idi, Elxanın əlində idi. Dedik ki, xəbərin əlavəsidir. Tibb bacısı, şəfqət və mərhəməti gözlərində əks olunan bu qadın xəstələri bir dəqiqə də tək qoymurdu. Kim tək qoymurdu? Qadın. Kim? Tibb bacısı. Burada isə mübtədanın əlavəsidir. İndi gəlin baxaq, bizdən səhv fikirləri istəyir. Birdə deyir baş üzv əlavəli işlənmişdi. Əslində bir burada olmalıdır. Yəni birində xəbər, birində də mübtəda əlavə ilə işlənib. Deməli biri götürdük səhv olaraq. Xəbərin əlavəsi var. 2-də düz deyil. Əlavə feili birləşmə ilə ifadə olunub. Xeyr, birdə Elxanın əlində idi. Burada ismi birləşmədir. Deməli ortağa yazıb, amma ortağa getməməlidir. 3. Əlavənin izah etdiyi cümlə üzvü mürəkkəb sözlə ifadə olunmuşdur. 2-yə yazıb, izah etdiyi cümlə üzvü, xeyr, bu da səhvdir. Deməli, 4-ü də götürdük. Mübtəda əlavəli işlənmişdi. 2-yə yazıb, bəli, bunu düz deyil. Dedik ki, mübtəda əlavə ilə işlənmişdi. Deməli, cavabımız olur 1, 3, 4 səhv olur. 58-ci sualda əlavə işlənmiş cümlələri müəyyən edin deyir. Təmiz geyimli, gülərüzlü qızlar, universitet tələbələri böyük bir həvəslə harayasa gedirdilər. Bəli, qızlar. Sonra bunu əlavə edir. Deyir, universitet tələbələri. Biri götürdük. Yumşaq otların, əlvan çiçəklərin, dağ nanələrinin gözəl qoxusu ətrafa yayılmışdı. Xeyr, burada bir sadalama intonasiyası var. Gül ey nazlı vətən, odlar torpağı. Bəli, burada da nazlı vətən, odlar torpağı əlavə eləyib. Baxın, burada bəli, əlavə götürə bilərik. Əslində burada cümlə üzvünün əlavəsini istəmir. Ümumi əlavə istəyir deyə xitab da ola bilər, söz birləşməsini götürə bilərik. Kəndin bütün ətrafı, dağlar, düzənlər, meşələr qarla örtülmüşdü. Xeyr. Sərgidə tamaşa etdiyimiz şəkillər, heykəllər, incə naxışlar, baxın sadalayır. Əlavə yoxdur. Deməli, doğru cavabımız olur 1, 3. 59. Yenə əlavə işlənmiş cümlələri müəyyən edin deyir. Uşaqlar Nizaminin anadan olduğu şəhərə, Gəncəyə getdilər. Bəli, haraya? Şəhərə, haraya? Gəncəyə. Üst-üstə qalaqlanmış odun parçalarına, bir tərəfə yığılmış kömür torbalarına, bir sözlə hər şeyə nəzər saldıq. Xeyr, burada yoxdur. Dilarə bu il universitetin 4-cü, yəni sonuncu, 4-cü kurs, sonuncu kurs. Bəli, burada da var. 3-ü də götürdük. Şəhərimizin gündən-günə gözəlləşməsi hamı kimi məni də sevindirir. Şagirdlərimizdən bəziləri, yəni Ramiz, Aysel, Sədəf tədbirdə daha fəal idi. Xeyr, bu da deyil. Deməli, doğru cavabımız nədir? 1 və 3 olur doğru cavabımız. 60-cı sualda cədvələ əsasən uyğun fikirləri müəyyən edin deyir. Əlavə cümlənin baş üzvünə aid olsun. Bir də deyir əlavə cümlənin ikinci dərəcəli üzvünə. Gəlin baxaq 1-ə. Şahzadəni ehtiyatla içəri, hökmdarın yanına. Baxın, gətirdilər haraya? Haraya?
Bu dümlü zəiflikdir, zəiflik isə ikinci dərəcəlidir. Ona görə bunu götürmürük. Teatr tamaşalarımızda bir çox rolları Mahir ifaçısı Nəsibə Zeynalovadır. Səhnəmizin qaynanasıdır. Deməli burada xəbərin əlavəsi var, götürürəm. Məmməd Səid Ordubadinin romanı Qılınc və Qələm əsəri Azərbaycan tarixi gerçəkliklərini özündə əks etdirir. Nə romanı Ordubadinin romanı Qılınc və Qələm əsəri, bəli, mübtədanın əlavəsi var. 2, 3 götürdük. İndi keçək ikinci dərəcəli üzvlərə deyir. Hamı ölkəni, bu qəhrəman yurdu təmənnasız sevir. Haranı? Ölkəni, haranı? Yurdu. Bəli, burada da tamamlığındır. 4-ü götürdük. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı şəhərin mərkəzində, Füzuli küçəsində yerləşir. Harada? Füzuli küçəsində. Harada? Şəhərin mərkəzində. Zəifliyin əlavəsidir. 5-i də götürdük. Uşaqlar və böyüklər, cavanlar və qocalar, hər kəs. Burada sadalama intonasiyasıdır. Ona görə 6-nı götürmürük. Cavabımız